Spermiyogramma testi vermədən öncə nələrə diqqət etmək lazımdır? Spermiyogramma testi vermədən öncə mütləq 48-72 saatlıq bir cinsi pərhiz dönəmi, sperm testinin günün səhər 8 ilə ən gec 11 arası saatlarında verilməsi və siqaret çəkən birisinizsə sperm testini vermədən öncə siqaret çəkməməyiniz tövsiyə olunur. Qısaca sperm testi verdikdən sonra burada uroloqun baxışı zamanı nələrə diqqət edilir? Burada spermlərin total və ya 1 millimdə həcmi, bundan əlavə spermlərin hərəkətliliyi, özəlliklə A olaraq işarətlənən irəli hərəkətlilik və spermlərin morfologiyasına baxılır. Bundan əlavə, bəzi xəstə qruplarında spermlərin aqlutasiya, yəni bir-birinə yapışması varmı, yoxmu, ona da diqqət yetirmək lazımdır. Bütün bunlar tək sperm testinə görə yox, xəstənin ümumi anamnezi, yəni bizə anlatdıqları hormonal dəyərləri, yaşı və digər faktorlara görə dəyişə bilən bir şeylər olub, uroloqa müraciət etmədən özünüz sperm testini dəyərləndirməyin.